Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed və accil fərəcəhum. Salamlayırıq əziz, dəyərli müsəlman, möminə, bacı qardaşları. Allahın izni ilə şəriət məsələlərində nəzasətlər bölməsini davam elətdiririk. Keçən dərs qeyd elədik ki, biz 8-ci növə qədər danışdıq. Yəni, kafir olan kəsin hökmü necə idi, onu da vurğuladıq. İndi keçirik, davam edirik və qeyd elədik ki, 10 əsas nəzasətlər var idi ki, və birini də bəzi alimlərdə ehtiyat vacibə əsasən o birini də qeyd eləyirlər. Demək, 9-cu qisim məst edici içkilərdir. Qeyd eləyək ki, əzizlər, bir qrup alim bütün məst edici içkiləri həm nəcis hesab eləyir, yəni murdar. O içkilər ki, bizim paltarımıza düşdü, o zaman biz o paltarından namaz qıla bilmərik və haramlığı da öz yerindədir. Lakin bir qrup da var ki, deyir, onların arasında yalnızca şərab və pivə deyilir ki, arpa suyundan hazırlanmış spirtli içkidən söhbət gedir. Onlar şəri baxımdan əsasən nəcisdir və həmçinin də içilməsi haram içkilərdir. Davam edirik. Qeyd elədik ki, yəni ehtiyat budur ki, insan gərək paltarına, yəni dəyən və yaxud da ki, bədəninə dəyən məst edici içkilərdən çəkinsin. Texniki və tibbi spirtlər isə bütün növləri pakdır. Yəni, onlar ki, ümumiyyətlə onların içilməyi, onsuz da ki, insanı zəhərləyər, öldürücüdür. Söhbət onlardan gedir. Amma bu tibbi spirtlər ki var, onlardan bir nəysə içməli bir haram nəysə hazırlayırlarsa, yəni onun faizini aşağı salırlar, durğunlaşdırırlar və s. edirlər. O zaman o olur haram və dediyimiz kimi ehtiyat deyilir ki, onlardan gərək nəcis hesab edilsin və uzaq durulsun. Üzüm və üzüm suyu bişirildiyi zaman, yəni hansı qaynayırsa, bu zaman o pak olur, amma onu içmək deyildiyi kimi haramdır. Sadəcə nəcis olmur. Digər bir məsələ, amma xurma olsun, kişmiş olsun, mövüt deyirlər. Bu cür qidalar ki var, onların məsəl üçün yeməyə qatılır, düyünün üzərinə tökülür, əlavə yəni qaynayır da bunlar. Yəni qaynasa da belə onlar pak və yeyilməsi halal qidalardır. Yəni onlar ki qaynayır, sularının miqdarı ki var idi, yəni o da şəri baxımdan bəzi yerlərdə fərq eləyər. Lakin qeyd elədik ki, təbabətdə istifadə edilən arpa suyu ki var, bu zaman bu arpa suyunun fərqi odur ki, yəni spirt ilə qatılmayıbdır və həkimlərin göstərişi ilə düzəldilibdir xəstə üçün. Yəni bundan istifadə eləməyin heç bir problemi yoxdur və pak hesab edilir. Digər bir qismə keçdik biz, murdar yeyən heyvanın təri. Yəni istər halal heyvan olsun, onsuz da istərsə də haram heyvan olsun, fərq eləməz. Yəni məsəl üçün murdar dediyimiz kimi nəzasətləri ki biz qeyd elədik, indi aralarında məsəl üçün insan ifrazatı ilə qidalanan dəvə olsun və yaxud da ki digər heyvanlar olsun. Bu heyvanlar ehtiyat vacibə əsasən onların təri də nəcis hesab edilir. Və o tər ki insanın bədəninə dəyir və yaxud paltarına dəyir, o paltarla da namaz qılmaq icazəli sayılmır. Daha sonra keçirik digər bir növə, yəni haramdan cənabətli olan kəsin hökmünə, yəni onun təri nə hökmündədir. Qeyd eləyək ki, haram yolla cənabət olar ki, kəs ya Allah qorusun zina edər, ya livat var, yəni eyni cinsin bir-birinə marağıdır və yaxud da ki, insanın özünü təhrik edərək cənabətli olmasıdır. Buna da deyərlər şəriətdə istimna. Yəni, bu üç şəxslər ki var, bu şəxslərin tərləri pak hesab edilir. Yəni, o cənabət halına ki, düşürlər haramdan. Onlardan gələn tər pak hesab edilir. Amma o tər bulaşmış paltar ilə namaz qılmaq icazəli deyil. Yəni ehtiyatdır ki, qılmayaq, amma bəzi alimlər ki var, onlar
o paltar ilə, yəni o tər bulaşmış paltardan söhbət gedir. O paltar ilə namaz qılmağı icazəli bilirlər. Qeyd eləyək ki, digər bir məsələ odur ki, sual yarana bilər ki, cənabətli şəxsin təri, yəni nə məsələdir bu? Bu kəs ki, məsələn, haramdan cənabətə düşdü, söhbət haramdan gedir və dediyimiz kimi qüsul eləmədi. Gün ərzində məsəl üçün bir paltar geyinibdir, gəzir, dolanır və görür ki, bədəni tərliyibdir, paltara da yaxılıbdır. Yəni, bu adam sonradan gəlir, qüsul eləyər də, belə demək olsa. Və o paltar da nədir? Həmin o cənabətli olduğu haldadır deyə, o tər də haramdan cənabətli olan kəsin təri hesab edilir. Söhbət bundan gedir ki, dediyimiz kimi, burada Sistani ağanın rəyi budur ki, o istisnadır. Çünki deyir, yəni həmin o paltar ilə, yəni insan qüsul eləməlidir, bu başqa məsələdir. Amma o həmin o haramdan cünub olmuş o kəsin təri ilə olan o paltarla namaz qılmağı icazəli bilir. Davam eləyək. Həmçinin Ramazan ayında oruclu ikən öz xanımı ilə yaxınlıq edən və yaxud da ki, xanımın heyizli halı ilə onunla yaxınlıq edənin də hökmü bura daxildir. Eyni şəkildə o kəs də dediyimiz kimi istisnanı çıxmaqla onun da o paltarı ilə namaz qılması ehtiyatən gərək etməyə. O paltar ilə namaz qılmaya. Davam eləyirik. Nəcasətin sübut olma yolları. Nəcasət 3 yol ilə sübut olar. Birinci yol odur ki, insanın özü yəqin eləsin. Məsələn, paltardır, yəqin elədim ki, bu nəcisdir və s. Bu zaman artıq o yəqindədir və o şeydən çəkinməlidir. Amma hətta alimlər deyir ki, üstün ehtimal belə olsa, yəni böyük ehtimal var ki, bu nəcis ola bilər. Bu özü belə onun nəcis olmasına sübut deyil. Yəni, həmçinin qeyd eləyək ki, yeməkxanalar olsun, mehmanxanalar olsun, orada da əgər bizə verilən qidanın nəcis olub olmaması haqqında yəni bilgimiz yoxdursa, bu əsasən məsələ burada müsəlman ölkələrindən gedir ki, yəni burada yəqinimiz yoxdursa, o yeməyin nəcis olub olmamağı barədə o yeməkdən istifadə eləyə bilərik. Daha sonra ikinci yol budur ki, yalancı olmayan bir kəsin öz malını nəcis hesab etməsidir. Yəni, deyir ki, məsəl üçün, bu paltar mənim paltarımdır və bu nəcisdir. Paltar ola bilər, palaz ola bilər, yəni xalça ola bilər, digər stol ola bilər. Yəni, nə qədər şey sadalasaq ki, onlar ola bilər ki, o həmin o sahibi ki var, onun o desin və o insan ki, yalancı insan deyil. Onu bilək, yəni əsas məsələ də odur. Üçüncü yol budur ki, 2 nəfər ədalətli və yaxud da ki, 1 nəfər bizim tanıdığımız, mötəbər hesab elədiyimiz kəs ki, deyək ki, həmin o, məsələn, əşya nəcisdir. Bu zaman da biz gərək o dediyinə qulaq asaq və o əşyadan uzaq dayanaq. Demək, insan əvvəlcə pak olan bir əşyanın sonradan nəcis olub olmaması barədə şəkk eləsə, bu zaman həmin əşya pakdır. Yəni, bu bütün əşyalara aid edilir. İndi əsasən paltar olsun, dəsmal olsun, digər nə əşyalar varsa. Və yaxud da ki, insan nəcis olan bir şeyin sonradan pak olub olmaması barədə şəkk eləsə, o zaman həmin əşya elə nəcis hökmündədir. Daha sonra məsələni bilməməzlik ucbatından bir şeyin pak və ya nəcis olduğunu bilməsə. Məsələn, qan. Bilmir ki, kəs bu nəcisdir və yaxud pakdır. Bu zaman onun boynunda vəzifədir ki, bacardığı qədər bu məsələni öyrənsin və öyrənənə qədər də həmin o nəcisdən ehtiyat eləməlidir. Digər bir məsələ odur ki, bir kəsin ixtiyarında məsələn 2 əşya var. 2 dənə paltar var, onların birinin nəcis olduğunu bilir. Lakin hansı birinin nəcis olduğu barədə şəkkə düşübdür ki, bu 2 paltardan hansıdır? Bu zaman alimlərin görüşü budur ki, o paltarın ikisindən də çəkinilsin. Demək, qeyd elədik nəcasətin sübut olma yolları. Gələn dərsdə inşallah nəcasətin digər hökmlərini davam elətdirəcəyik. Allahdan hər birinizə müvəffəqiyyət və zihin açıqlığı arzu edirəm. Vəssalamu aleykum və rəhmətullah.